Son illərdə banklardan kredit götürənlərin sayı artmaqda davam edir. Onların bir hissəsi bu addımı maddi ehtiyac səbəbindən atsa da, digər qismi üçün bu artıq bir vərdişə çevrilib. Bir çox insan kredit götürərək təcili tibbi xərclər, təhsil haqqı və ya digər vacib ehtiyacları qarşılayır. Amma elə insanlar da var ki, ehtiyacı olmadığı halda sadəcə istədiyi bir məhsulu almaq, yaxud həyat tərzini dəyişmək üçün borclanır. Azərbaycanda bir nömrədə o bəhəsdir. Yəni qonşuda var, məndə yoxdur, mən niyə eləməyim? Gedib kredit götür eləyir. Sonra başlayır ki, ödəyə bilmir. Ola bilər, asılılıq ola bilər, amma ki çoxu ehtiyacdan götürür. Görür çatdıra bilmir, götürür. Büdcələrini idarə etməyi bacarmalıdırlar. Lazımsız xərcləri azaltmalıdırlar kreditin azalmaq üçün. Asıllıq demək elə gəlir ki, o ehtiyacı var. Yoxsa kim istəyər kreditə girsin? Bu vəziyyət təkcə şəxsi büdcəyə deyil, ailə-daxili münasibətlərə və sosial həyat keyfiyyətinə də təsir edir. Sosioloq Nailə İsmailova deyir ki, müasir dövrdə insanların daha çox əldə etmək üzərində qurulan həyat tərzi kredit asıllığına zəmin yaradır. Bəzən insanlar ehtiyacı olmadan kreditə meyilli olurlar. Deyək ki, mənim maşınım yoxdur, amma istəyirəm ki, bizdə biraz şan-şöhrət məsələsi var. İstəyirəm ki, mənim də maşınım olsun. Qonşumun var, mənim niyə yoxdur? Və yaxud ətrafımda olan rəfiqəmin var, mənim niyə yoxdur? O mənada gedib ehtiyacı olmadı maşına kredit götürürlər, maşın alırlar. Bu da ailə büdcəsinə böyük zərər vurur. Belə deyək ki, izafi xərc olur. Cəmiyyətdə insanların sanki kreditə meyilliyi var. Sanki insan bir kredit borcunu bağlayır, digərini götürür. Psixoloq Fidan Canbabazadə də deyir ki, bəzi hallarda bu vəziyyət kreditə psixoloji asıllıq kimi qiymətləndirilə bilər. Belə ki, insan alış-verişdən aldığı ani məmnuniyyəti kreditlə əldə etdiyi zaman bu davranış təkrarlanmağa başlayır. Sonradan bu bir ehtiyacdan çox emosional boşluğun doldurulması vasitəsinə çevrilir. Digər bir tərəfdən isə eyni mühitdə olduqları insanlardan geri qalmamaq istəyi onları bu istiqamətə yönəldir. Təsvir olsun ki, son dövrdə biz insanları nəinki geyiminə görə qarşılayırıq, həmçinin onlara bahalı mobil telefonları, bahalı avtomobillərinə görə qarşılayırıq və onlara bu yöndə yanaşırıq və son dövrlərdə insanlar bir-birlərinə geri qalmaq istəmədikləri üçün və bir-birləri ilə yarışa girdikləri üçün və imkanları da olmadığına görə kreditlərə üst tuturlar. Əslində kreditlərin götürülməsinin ən böyük səbəblərindən biri odur ki, insanlar bilavasitə pul ödəmədikləri üçün onlar bunu sanki havayıymış kimi düşünürlər. Amma ay sonu və bir neçə aydan sonra isə borc xərc içində itib batırlar. Mütəxəssislərin fikrincə insanlar kredit götürməzdən öncə məqsədlərini və ödəmə qabiliyyətlərini düzgün qiymətləndirməlidirlər. Əgər bu kredit ailənin rifahını yüksəltmək üçün bir vasitədirsə, doğru addımdır. Amma təkcə istək naminə edilən borclanma gələcəkdə ciddi fəsadlara səbəb ola bilər. Buna görə də hər kəs öz maliyyə davranışlarını təhlil etməli və kreditə ehtiyacla vərdişi bir-birindən ayırmağı bacarmalıdırlar. Ayşən Sərdar qızı, Namiq Hüsiyev, Xəbər Ertəsi.